Bugünkü videoda hamiləliyin 26-cı həftəsi və hamilənin bədənində əmələ gələn çatların qabağını necə ala bilərik haqqında sizə məlumat verəcəm. Hamiləliyin 26-cı həftəsində dölümüz artıq 760-900 qram arasındadır çəkisi və 34-36 santim uzunluğu var. Bu həftədə dölün ilk olaraq işığa reaksiyası əmələ gəlir. Yəni retinada belə bir hücrələr əmələ gəlir, hansılar ki, işığa qırpma ilə reaksiya verir və necə biz güclü işığa gözlərimizi qırpırıq, eyni şəkildə də dölümüz gözlərini qırpmağa başlayır. Anada iştah artışı, kilo artımı başlayır və davam edir və bu həftələrdə əgər hələ ki biz şəkər yükləmə testini verməmişiksə, mütləq verilməsi məsləhətdir. Əgər daha öncə şəkərli diabet hekayəmiz yoxdursa, bu test 24 ilə 28 həftə arası verilir və əgər gizli hamiləlik şəkəri varsa, pasiyent onu bilərək qidalanır. Biz ona özəl bir diyet önəririk ki, bu toxluq şəkəri gərəkdiyindən çox artmasın. Dəridə dəyişikliklər baş verir. Təəssüflər olsun ki, hamilələrin bir hissəsində, çox hissəsində dəridə çatlar əmələ gəlir. Bu da tez bir kilo alması ilə əlaqəlidir və eyni zamanda da bədəndə hormonal dəyişikliklərlə əlaqəlidir. Biz bunun necə qarşısını ala bilərik və yaxud da əmələ gəlibsə biraz daha az olsun ya belə deyək, olan çatlar böyüməsin deyə nələr etməliyik? Bu çatlar daha çox qarında, süd vəzlərin ətrafında, yəni sinə hissəsində və bud hissəsində əmələ gəlir və bunlar da dəri altında yerləşən elastinlə kollagenin əslində cırılması ilə əlaqəlidir. Biz bunu bir tərəfdən qida ilə bu elastinlə kollageni dəstəkləyə bilərik, digər tərəfdən də dərimizi bol-bol nəmləndirərik. Başlayaq qidadan. Bilirik ki, kollagen və elastinin sintezinin əsas kofaktor koenzimlərdən birisi C vitaminidir, C vitaminidir. Bu C vitamini meyvələrdə və tərəvəzlərdə çoxdur. Meyvələrdən apelsin, limon, mandarin, kivi kimi meyvələrdə, tərəvəzlərdə isə yaşıl, qırmızı bibər, brokoli, kələm, kağı və pomidorda çoxdur. İkinci önəmli vitamin E vitaminidir. E vitamini də çərəzlərdə və paxlılarda çoxdur. Yəni badam, qoz, fındıq təbii ki, qədərini aşırmadan, çünki çox kalorikdir bu qidalar, bunları bilirik. Günə 3-4 ədəd yetərlidir və paxlalılar yeyərək E vitamini ehtiyacımızı qarşılaya bilərik. Sink və omega da önəmlidir. Sink ümumiyyətcə bizim immun sistemimiz üçün də çox önəmlidir və heyvansal proteinlə birlikdə, yəni qırmızı ət, toyuq, balıq, bunlar zəngindir sinkla və digər tərəfdən də elə o C vitamini mənbəyi olan ispanaq, brokoli, kələm, bunlar da sinkla zəngindirlər. Nəyə başqa diqqət etməliyik? Təbii ki, dərimizi nəmləndirməliyik. Dəri quru qalmamalıdır ki, bu çatılar daha şiddətli şəkildə bizim qabağımıza çıxmasın. Bunun üçün də əslində yağ seçimi çoxdur. Bildiyimiz o duru yağların çoxu, yəni zeytin yağından tutaraq, arqan yağı, jojoba yağı, ondan sonra badam yağı, kakao yağı və kokos yağı, bunlar hamısı istifadə oluna bilər. Amma mənim çox sevdiyim və tövsiyə etdiyim yağ kokos yağıdır. Çünki həm yüngüldür, yəni çox yağlı deyil. Siz onu istifadə edəndə dərinizin üstündə yağ qalmayacaq, əmilir dəri tərəfindən. Həm də ki, çox gözəl nəmləndirir və yumşaldır dərini. Kokos yağını gündə bir dəfə, 2 dəfə, özəlliklə bu problemli bölgələrə uyğulayaraq, eyni zamanda da masajla, masaj da qan dövranını yaxşılaşdırır, o da striyaların qabağını alır. Bu şəkildə istifadə edin və təbii ki, hidratasiya da çox önəmlidir. Maye litrə yarım, 2 litrə ən azı gündə istifadə olunmalıdır.